Salam hörmətli izləyicilər, mən bugünkü videoda bu avtomobilin bir maraqlı funksiyasını sizə göstərmək istəyirəm. Deməli, bildiyiniz kimi bu avtomobildə avtomobil işə salmaq üçün bu start stop düyməsindən istifadə olunur, yandırıb söndürmək üçün. Bundan əlavə burada belə bir avtomatik funksiya da var. Siz avtomobilin qapılarını açanda avtomobil özü işə düşür və yaxud da qapılar bağlayıb gedəndə, yəni start stopu basmadan da avtomobil özü, yəni avtomobil söndürə bilir. İndi bu funksiyaları sizə göstərəcəm. Burada bu monitorda avtomobil deməli işarəsini basandan sonra bax vehicle settings. Bundan sonra gəlirsiniz door, windows and lock hissəsində bax burada smart on, smart off. Bu avtomobili, demək, qapı açanda avtomobil işə salır. Bu isə, bu funksiya aktiv olanda isə düşüb gedəndə avtomobil, yəni qapılar bağlanan kimi avtomobil demək, avtomatik olaraq söndürülür. Bunu biz əyani sürətdə göstərək. İndi gördüyünüz kimi avtomobil yəni hal-hazırda işlək vəziyyətdədir. Mən də qapıları açıb düşəcəm. İndi sizə bunu göstərim. Gördüyünüz kimi bax, gəldim bunu, bu düyməni qapıları bağlayan kimi, gördüyünüz kimi indi hal-hazırda avtomobil özü avtomatik olaraq söndü. Böyük monitor artıq sönüb. Bu kiçik monitorda da məlumatlar göstərəndən sonra söndü. Gördüyünüz kimi bütün işıqlar da sönür və indi yaxınlaşıb qapını açanda da qapıları açan kimi gördüyünüz kimi bütün monitorlar işə düşdü. Avtomobilə əyləşəndən sonra yeganə bir dənə tam hərəkət etmək üçün gördüyünüz kimi burada OK düyməsi yoxdur. Bir dənə tormuzu basıb tormuzu basan kimi OK əmələ gəlir və avtomobili hərəkət etdirmək olar. Və bu belə deyək, çox rahat funksiyadır. Yəni siz artıq avtomobilə əyləşəndə avtomobil tam hazır vəziyyətdə olur. Bir dənə yəni bunun çatmayan cəhəti odur ki, məsələn siz avtomobili sürücü tərəfdən yaxınlaşıb qapını açıb nəyisə bir şey götürüb, yəni avtomobili sürmək istəmirsiniz. Sadəcə nəsə götürüb qoymaq istəyirsiniz və sonra çıxıb getmək istəyirsinizsə, hər dəfə bu qapı açılanda bütün bu funksiyalar işə düşəcək. Yəni boş-boşuna elə bir işə düşür, ehtiyac olmadan. Ona görə, yəni elə bir ani nəsə götürüb getmək istəyirsinizsə, məsləhət ki, siz ya arxa qapıla, ya sərnişin tərəfdən qapını açıb bunu edəsiniz. Yəni sərnişin tərəfdən açılanda bu işə düşmür. Bunu sizə yenə göstərəcəm. Bir də və bunu mən sərnişin tərəfdən də hal-hazır qapını açıram. Gördüyünüz kimi qapılar açılsa da heç bir funksiya işə düşmədi. Hamısı qaranlıqdır. Yəni nəyisə götürüb qoymaq üçün belə daha rahatdır. Yəni düşürəm. Yenə də bunu qapılarını kilitləyirəm. Qapılar bağlandı və maşın yenə də sönülü vəziyyətdədir. Və bu funksiya ilə bağlı göstərmək istədiyim bu qədər. Hələlik növbəti videolarda görüşənədir.